Təsəvvür edin, 19-cu əsrin sonları, Bakı. Əslində yuxulu, sakit bir əyalət şəhəri idi. Amma sonra, sanki bir anda yerdən qara qızıl fışqırmağa başladı və hər şey sözün əsl mənasında dəyişdi. Bəs necə oldu ki, bu kiçik şəhər birdən-birə dünyanın neft paytaxtına çevrildi? Və bu böyük partlayışın əsl bədəli nə idi? Gəlin, bax bu təzadlarla dolu hekayəyə birlikdə baş vuraq. Bu dövrü daha yaxşı anlamaq üçün gəlin Manav Süleymanovun bu sözlərinə qulaq asaq. Bax, bu cümlə o dövrün əsas ziddiyyətini. Bir yanda ağlısıma sərvət, o biri yanda isə dəhşətli yoxsulluğu mükəmməl şəkildə ifadə edir. Bütün hekayəmiz əslində bu iki qütb arasında cərəyan edəcək. Deməli, birinci hissə, Qara Qızıl Səltənəti. Gəlin birbaşa bu partlayışın epicentrinə gedək. Necə oldu ki, Xəzərin sahilindəki bu sakit liman şəhəri birdən-birə dünyanın ən həyəcanlı, ən səsküylü və bəlkə də ən təhlükəli yerlərindən birinə çevrildi? Hər şey yerdən fışqıran neftlə başladı və bu şəhərin taleyini əbədi olaraq dəyişdirdi. Baxın, bu zaman xəttinə bir nəzər salın. Dəyişikliyin sürəti sadəcə inanılmazdı. Deməli, 1859-cu ildə cəmi 7000 nəfərlik balaca bir şəhərdən danışırıq. Amma cəmi 10 il sonra 1870-lərdə ilk neft bumu başlayır. Və sonra baxın, 1883-cü ildə dəmir yolu çəkilir. 1892-də isə şəhərin küçələrində ilk tramvaylar, yəni konkalar peyda olur. Yəni bir insan ömründən də qısa müddətdə Bakı tamamilə başqa bir şəhərə çevrilir. 520 kilometr. Bu rəqəm əslində sadəcə bir məsafə deyil. Bu, yeni yaranan neft imperiyasının demək olar ki, həyat damarı idi. Məhz bu dəmir yolu Bakı neftini Qaradənizə, oradan da bütün dünyaya daşıyırdı və şəhəri qlobal iqtisadiyyatın mərkəzinə çevirirdi. İndi gəlin irəli gedək və görək bu bum şəhərdə hansı kəskin, gözlə görünən fərqlər yaratdı. Çünki bu zənginlik təbii ki, heç də hamı arasında bərabər paylanmırdı. Deməli, bir tərəfdə Avropadan gətirilmiş memarların tikdiyi o möhtəşəm binalar, kübar həyat, teatrlar, digər tərəfdə isə sözün əsl mənasında gecə-gündüz his-pas yağan, üfunətdən nəfəs almağın belə çətin olduğu o məşhur qara şəhər. Bu, eyni şəhərdə yaşayan, amma bir-birindən tamamilə fərqli iki dünya idi. Bəs bu sənaye necə işləyirdi? Əlbəttə ki, öz-özünə yox. Onu 10 minlərlə insanın yeni bir fəhlə ordusunun alın təri ayaqda saxlayırdı. İmperiyanın hər yerindən, hətta İrandan axışıb gələn bu insanlar neft quyularının dərinliklərində, zavadların qaranlığında, çirkabın içində çalışaraq bu möcüzəni yaradırdılar. Yaxşı, bəs bu yeni, qaynar dünyanı kimlər idarə edirdi? Bir yanda təbii ki, neft milyonçuları, imperiyanın bürokratları vardı. Amma digər yanda bu sistemə meydan oxumağa cürət edənlər də vardı. Gəlin onlardan birinin, demək olar ki, inanılmaz hekayəsinə baxaq. Sualın özü, elə deyilmi, biraz qeyri-mümkün səslənir. Yəni, bir imperiyanı necə məhkəməyə verə bilərsən ki? Amma bax, bu sual bizi Çar Rusiyasının Azərbaycandakı ən güclü adamına qarşı tək başına mübarizə aparan bir vəkilin hekayəsinə aparır. Hekayəmizin qəhrəmanı bax bu adamdır, Qarabey Qarabəyov. Yəni, onun o sadə geyiminə aldanmayın. Onun əsl silahı, iti zəkası və qanunları, necə deyərlər, barmaqları kimi bilməsi idi. O, elə bir hüquqşünası idi ki, ən güclülər belə məhkəmədə onunla üz-üzə gəlməkdən çəkinirdi. Qarabeyin strategiyası əslində hüquqi bir şahmat idi. O, heç yerli məhkəmələrdə vaxt itirmədi. Yox, birbaşa imperiyanın ürəyinə, Peterburqa getdi və oradan xüsusi bir komissiya gətirdi. Sonra isə yüzlərlə yerli sakindən andlı ifadə toplayaraq sübut etdi ki, bu torpaq xalqınındır. Yəni o, imperiyanın öz qanunlarını elə imperiyanın öz canişininə qarşı çevirdi. Dəhşətli bir gediş idi. Və ən vacib məqam da budur, ona verilən bu ləqəb, ayını ağladan. Bilirsiniz, ayı Rusiya imperiyasının simvolu idi. Yəni bu ləqəb, onun görünməz, məğlub edilməz bir qüvvəyə qarşı duruşuna görə qazandığı o böyük hörməti göstərir. O sübut etdi ki, ağıl və qanun ən böyük gücü belə diz çöktürə bilər. Qarabey kimi insanlar qanunla mübarizə aparırdı, amma küçələrdə, mədənlərdə gərginlik artıq son həddə çatmışdı. Fəhlələrin dözülməz şəraiti sonda böyük bir sosial partlayışa səbəb oldu. 50 min. Sadəcə təsəvvür edin, 1903-cü ilin iyulunda 50 min fəhlə işi dayandırır. Bütün neft sənayesi, bütün şəhər demək olar ki, iflic olur. Tələbləri isə o dövr üçün inqilabi səslənirdi. 8 saatlıq iş günü. Bu, Bakının o vaxta qədər gördüyü ən böyük üsyan idi. Bəs imperiyanın cavabı nə oldu? Danışıqlar? Xeyr. Cavab zorakılıq idi. Və bu zorakılıq bir adamın simasında təcəssüm etdi.
Qradanaçalnik, bu sadəcə bir vəzifə adı deyildi, yox. Bu fövqəladə, demək olar ki, limitsiz səlahiyyətlər deməkdir. Bu adam birbaşa Peterburqa tabe idi, yəni yerli hakimiyyətə heç məhəl qoymurdu. Onun tək bir məqsədi vardı, tətəlli və istənilən müqaviməti ən amansız şəkildə əzmək. Mənbədə onu bax belə təsvir edirlər. Yəni sırf bu təsvir belə inqilabi ruhu əzmək üçün göndərilən adamın nə qədər qorxunc bir fiqur olduğunu anlamağa bəs edir. Onun sadəcə varlığı küçələrdə qorxu və gərginlik yaradırdı. Yaxşı, bəs bütün bu təzadların, bu qızılın və çirkabın ortasında bu dövrün qalıcı simvolu nə oldu? Bəlkə də cavab Bakını formalaşdıran elə həmin ziddiyyətlər üzərində qurulmuş bir abidədir. Şəhərin o vaxtki ən böyük kilsəsi. Bax, bu Aleksandr Nevski kafedralıdır. Çar 3-cü Aleksandrın təşəbbüsü ilə tikilmişdi və təbii ki, məqsəd imperiyanın və pravoslavlığın Qafqazdakı gücünü nümayiş etdirmək idi. Amma bax, bu qızıl günbəzlərin arxasında əslində Bakının ən böyük sirlərindən və təzadlarından biri gizlənirdi. Hər Pasxa bayramında baş verən o heyrətamiz mərasim, bu həm möhtəşəmliyi, həm də o dövrün təhlükəsini özündə birləşdirirdi. Amma ən maraqlı detal bu deyil. Ən maraqlısı budur ki, kilsənin tikintisi üçün toplanan 200 min rublun, diqqət edin, 150 minni yerli müsəlman əhali iyanə etmişdi. Təsəvvür edirsiniz, imperiya gücünün simvolu əslində yerli əhalinin səxavəti ilə ucalmışdı. Bax, bu Bakının ən böyük ziddiyyətlərindən biri idi. Beləliklə, Bakının o məşhur neft bumu şəhərə möhtəşəm saraylar, böyük sərvətlər və əlbəttə ki, görünməmiş bir tərəqqi gətirdi. Amma biz bu hekayəni yekunlaşdırarkən o əsas sual cavabsız qalır. Bu qara qızılın əsl qiyməti nə idi? Bütün bu tərəqqinin təməlində hansı insan taleləri, hansı fədakarlıqlar dayanırdı? Bu sual düşünürəm ki, bu gün də Bakının irsinin bir parçası olaraq qalır. Diqqətiniz üçün çox sağ olun.